Salam, hər vaxtınız xeyirli olsun. Xoş gördük hər birinizi. 23 noyabr UTK Azın 9-cu sinif buraxılış fənləri üzrə təşkil etdiyi sınağın Azərbaycan dili suallarının izahını verəcəm. Ümid edirəm ki, hər biriniz bu sınaqda xoş, ürək açan nəticə əldə edibsiniz. İndi isə keçək birinci sualımızın izahına. Hansı cümlədə bu əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər? Bunu rahat bilmək üçün yadımıza saxlamalıyıq. Bu həm buya aiddir, həm də o əvəzliyinə aiddir. Bəzən olur ki, o əvəzliyi cümlə daxilində həm şəxs əvəzliyi kimi, həm işarə əvəzliyi kimi düşünə bilər. Bəzən də olur ki, bu əvəzliyi isim əvəzləyən işarə əvəzliyi və sifətə əvəzləyən işarə əvəzliyi kimi də düşünə bilər. Bu məqamda nə etməliyik? Təkrar onu bunu cümləyə daxil edirik. Əgər qoşa onu, qoşa bunu deyə biliriksə, məzmunda heç bir problem olmursa, deməli, biz onu iki cür düşünə bilərik və vergül qoya da bilərik, qoymaya da bilərik. İndi baxaq. Bu ən sevdiyim musiqidir. İstifadə edə bilmədim. Bu qəsəbədə yaşayıram. Yenə deyə bilmədim. Bu sənə göndərilib. Yenə deyə bilmədim. Bu məktəbin uğurudur. Deməli, D variantı da bunu yenidən əlavə elədim. Məzmunda da heç bir problem olmadı. Bu poema nizamının şahəsəridir. Y variantında bunu deyə bilmədim. D variantında bunu əlavə elədiyim üçün bir dəfə ismi əvəz edən işarə əvəzi kimi düşünəcəm və vergül qoyacam. Bir dəfə də sifət əvəzi edən işarə əvəzi kimi düşünəcəm və vergül qoymayacam. Vergüldən istifadə etməyəcəm. Ona görə də doğru cavabımız olacaq bir də D variantı. İkinci sualımızı oxuyaq. Hansı bəndlərdə hal çəkici qəbul etmədən də sahiblik bildirən isim var? Burada nəyə diqqət etmək lazımdır? Şərtdə isim deyir. Ola bilsin ki, qeyri-müəyyənlik halda olan digər nüqsəsi olsun. Amma bizdən isim istəyir. Ona görə bu məqamda da diqqətli olmalıyıq. Mən danışanda burada görürük ki, qeyri-müəyyənlik halda olan söz yoxdur. İkiləri çıxırıq. Şəklin əlamətləri. 5-də də müəyyənlik haldadır. 5-i də çıxırıq. Ya doğru cavab B-dir, ya da E-dir. İndi baxaq. 3-də də körpə sifətdir. Bizə isimdir. Ona görə də 3-ü də çıxırıq. Yerdə qaldı cavabımız nə? 1 və 4. Y variantı. Testologiya prinsipində gərək o üsullardan da istifadə edəsən, rahat düzgün cavab çıxarmaq üçün bu çox faydalıdır. Tələffüz formasında 3-cü testimizi oxuyaq. Tələffüz formasında verilən hansı söz yerinə görə sifət və isim kimi işlənə bilər? Deməli, biz bu sözlərin doğru yazılışını yazmalıyıq. Bizdə birinci sözdə bu sözü həm sirri formasında düşünüb isim deyə bilərik, həm də sirli formasında onu yazıb sifətlə deyə bilərik və tələffüzdə də el samiti, r samitdən sonra gəldiyi üçün el samiti r kimi tələffüz olunur. Deməli, birdəki sözü həm tələffüz formasında verilmiş, birinci sözü həm sifət kimi, həm də isim kimi düşünə bilərəm. Bir olmayanlara çıxacam. Biri götürürəmsə, bir olmayanlara çıxacam. Ya 1, 2, 4-dür, ya da 1, 3-dür. 2-yə baxaq. Başdır formasında verib. Bunu bu formada da yaza bilərik. Başdır. Bilirik ki, xəbəri şəkilçisinin tələffüzə er samiti düşür. Deməli, başdır. Bu formada biz bunu yazsaq, isim olacaq. Bir də başlı formasında. Başlı. Bu formada da düşünəndə görürük ki, sifət olur. Başlı formasında düşünüb, el samitə, ş samitdən sonra gələrsə, d kimi tələffüz olacaq. Bunun da tələffüz olacaq başlı formasında. Məsələn, başlı ağac, müəyyən bir heyvan, quş deyə bilərik də. Deməli, biz onda 1, 2, 2-ni də götürəcəyik. 3-ə baxaq. 3-də yazılışı olacaq böyük
formasında. Bu da ancaq sifət olur. Ona görə 3-ü də götürmürük. 3-ü də çıxaq. 3-ü də çıxandan sonra yerdə qalacağımız A variantı. 1, 2, 4. Buruq sözdə bildiyimiz kimi amonim sözü buruq. Bir isim kimi, bir də sifət kimi işlənir. Neft buruqları deyəndə isim kimi və buruq səs deyəndə isə sifət kimi düşünə bilər. Hər ikisində də tələffüz olmasında Q, X kimi tələffüz olunacaq. Evet, deməli, doğru cavabımız oldu. 1, 2, 4. A variantı. Keçək növbəti sualımızın izahına. Həmin elmi kütləvi ədəbiyyatlar bir çox adamları nadanlıqdan xilas edib. Cümləsindəki sözlərin morfoloji təhlilə bağlı doğru fikirdir. Yadımıza saxlayaq ki, 4 cür təhlil var. Fonetik, leksik, morfoloji, bir də sintaktik təhlil. Yəni, bizdən morfoloji soruşursa, biz onda gərək ancaq morfoloji təhlilə baxaq, digər təhlillərə baxmayaq. Çünki ola bilsin ki, müəyyən sözün tələffüzü haqqında fikir söyləsin, biz onu doğru və ya yanlış götürməyəcək. Çünki morfoloji təhlil deyil, diqqətli olmalıyıq bu məqamada. Deməli, ilk iki söz eyni hissəsinə aiddir. Baxaq, biri həmindir, əvəzlik, bir də elmi kütləvidir, sifət. Doğru fikir deyil, səhvdə bunu götürmədik. Əşyanın adını bildirən sözlər ismin eyni halındadır. Ədəbiyyatlar bir çox adamları nadanlıqdan xilas edib. Ədəbiyyat sözü isimdə əşyanın adını bildirir, adı halda da. Adamları da təsiri qaldadır. Nadanlıqdan, lıq şəkli vasitəsilə sifətdən isim düzəlib və bu da çıxışı qaldadır. Bu da yanlış fikirdir, bunu da götürmürük. Sonra C-yə baxaq. Cümlədəki sifət və say eyni suala cavab verir. Elmi kütləvi ədəbiyyatlar. Hansı ədəbiyyatlar? Elmi kütləvi ədəbiyyatlar. Bu da ki, hansı sualını götürək? Çünki sayın da, sıra sayında hansı sualı var? Həm də sifətin də hansı sualı var? Biz görürük ki, burada sıra sayı işləməyib, bir çox qeyri-müəyyən qədər sayı işlənib. Onda hansı sualı yoxdur? Ona görə də biz C variantını da götürməyəcəyik. Bütün isimlər konkretdir. Nadanlıq sözü mücərrəddir. Bunu da götürməyəcəyik. Cümlə sifəti əvəzidən sözdən başlayır. Bəli, həmin əvəzlidir. O da bildiyimiz kimi birbaşa yalnız sifət əvəzidir. Düzdür, cümlə daxilində həm sayı, həm ismi, həm feil sifəti əvəz eləyə bilər. Amma cümlə sifəti əvəzidən sözdən başlayır. Burada da heç bir yanlış yoxdur, doğrudur. Deməli, doğru cavabımız olacaq B variantı. Digər suala baxaq. 5-ci sual. Klasteri tamamlaya bilən fikirlərdir. Onda sözü kontekstə görə o vaxt sözünün yerində işlənə bilər. Bəli, onda sözü o vaxt sözün yerində işlənib düzəltmə zərfi ola bilər. Bu zaman sözün kökü o əvəz olacaq. N bitişdiri camı dadır. Zərflərdən şəkilçi olacaq. Məsələn, deyirəm ki, İleyla indi çox dəyişilib. Onda, yəni o vaxt belə deyildi. Bu mənada işlədib, mən onu zərf kimi düşünə bilərəm. Sonra, isimləşmiş say kimi işlənə bilir. Bildiyimiz kimi 10 say olacaq. Daha da yeri qal şəkilçi kimi düşünsəm, hal şəkilçi qəbul edibsə isimləşmiş olacaq. Biri doğru götürəcək. Qeyri-müəyyən say kimi işlənə bilər. Xeyr, bu müəyyən miqdar sayı kimi 10 olacaq. Daha da yeri qal şəkilçi olacaq. Qeyri-müəyyən miqdar sayı kimi işləmir. 2 səhvdir. 2-ləri çıxdıq. Əvəzlik kimi işlənə bilər. Bəli, eyni zamanda şəxs əvəzlik kimi də işlənə bilər. Onda da o sözün kökü olacaq. N bitişirici, daha da yeri qal şəkilçi. Məsələn, onda, yəni 50-də kitabım qalıb. 3-ü də götürəcəm. Eyni zamanda bunu ədat kimi də işlədə bilərik ondanı. Burada isə onu verməyib. 4-də deyir, isim kimi işlənə bilər.
Xeyr, isim kimi işlənə bilməz. 4-də yanlışdır. Doğru cavabımız onda olacaq. 1, 3. D variantı. 6-cı sual oxuyaq. İrəli getmək ifadəsi məcazi mənada hansı anlamdadır? Bu, inkişaf etmək anlamındadır. Doğru cavab Y variantıdır. Tənəzzül etmək yox, yerini dəyişmək yox, qabaqda dayanmaq yox, bir yerdə dayanmaq yox. 7-ci sual oxuyaq. Uşaqlar burada kimsəni görmədilər cümləsindəki əvəzlə bağlı doğru fikirlərdir. Burada da bildiyimiz kimi əvəzliyimiz kimsədir. İsmi əvəz edib. Bəli, kimsədir burada artıq şəkilçi qəbul edibsə, yəni təsirli şəkilçi qəbul edib burada artıq ismi əvəz etmiş olur. Bir də ki, qeyri-müəyyən şəxs əvəzliklərdə şəxs əvəz kimi ismi əvəz edir. Bir dənə bəzidir ki, birbaşa ismi yox, sifət əvəzidir. Gərək mənsup şəkilçi qəbul edib sifət əvəz eləsin. Bir doğru fikirdir. Adı halın sualına cavab verir. Görmədilər kimi kimsəni. Xeyr, bu mənsubə şəkilçi deyil axı. Mənsubə şəkilçi olsaydı kimsəsi formasında, onun kimsəsi məsələn bu formada olardı. Bu təsir qalır. Şəkilçisi ona adı halın sualına cavab vermir. 2 yanlışdır. Aid olduğu halın bir forması var. Bu da müəyyən və qeyri-müəyyən olur da təsir qalır. Bir forması yoxdur axı. Müəyyən və qeyri-müəyyən. Bu da yanlışdır. Təsir haldadır. Bəli, doğru. Təsir haldadır. Deməli 1, 4. Doğru cavab o variantı. Uyğunluğu müəyyən edim. Hecalardan biri yalnız saitdən ibarətdir. Səs artımı ilə deyilən sözdür. 1 və 2 baxaq. Hecalardan biri yalnız saitdən ibarətdir. Bu olacaq elanlar, tək saitdən ibarət olan hecadır. Bir də ki, bədlilikdə bə, di, ikinci ilk tək saitdən ibarət olan hecadır. Doğru cavab onda 1-də olacaq. B və C. Səs artımı ilə deyilən sözü sehirli. Bildiyimiz kimi 3 qoşu samiti yanaşdırmaq çətinlik törətdiyi üçün ilk 2 samit arasında bir də qapalı sait əlavə olunur. Bu da olacaq A. 1B, C, 2A. Bu B variantı. Digərinə baxaq. Xoşbəxt sözündə bu hal yoxdur. Səs sözündə də bu hal yoxdur. Doğru cavabımız B variantı. 9-a baxaq. A dərəcədə olan və keyfiyyət bildirən sifətləri müəyyən edir. Şərtə diqqət etmək lazımdır. Əsas şərtdir. Adi dərəcə olmalıdır və keyfiyyət bildirməlidir. Baxırıq, açıq sarı azaltma dərəcəsindədir. Tünd qırmızı çoxaltma dərəcəsindədir. Bu 4-dən 3-ü çıxım. Bax, 2 cavab qaldı. Ya D-dir, ya E. İkisindən biri. Bu testologiyanın əsas prinsiplərindən biridir. Çıxdaş eləmək, bunu da bilmək lazımdır. Rahat variant tapmaq olur. Açıq qəlbli A dərəcədədir və görünməyəndir. Yəni, sonradan bəlli olandır. Əgər birbaşa görünənsə, bu əlamət bildirir. Yox, sonradan, birbaşa yox, sonradan bəlli olursa, bu keyfiyyət bildirir. Tüm xasiyyətdə eyni ilə deməli, A dərəcədə və keyfiyyət bildirir. Qara buğdayın isə birbaşa görmək olur. Deməli, bu da əlamət bildirir. Bizə keyfiyyət bildirən A dərəcə olan sifət lazımdır. 1, 2. Doğru cavab D variantı. 10. Hansı nümunədə bütün sözlərin yazılışı düzgündür? Bütün sözlərin yazılışı düzgün olmalıdır. Deməli, ən acı məğlubiyyət qoşağı olmalıdır. Deməli, bu olmadı. Təcrübə bir eynəkdir, yox, eynəkdir. Burada da yanlışlıq var. Bu da olmadı. Qeybət bəsit ruhlu insanların əyləncəsidir. Bu qalsın. Köynək. Burada da ki olmalıdır. Bu da yanlışdır. Səhv. Yox, səhv olmalıdır. Bunlar da yanlışdır. Bu da yanlış cavabdır. Ümumiyyətlə, ehtiyatlı adamlar nadir hallarda səhv edirlər. Burada da ehtiyatlı sözündə qoşağı yox, bir olmalıdır. Bu da yanlışdır. Onda doğru cavabımız olacaq bizim qeybət bəsit ruhlu insanların əyləncəsidir. C variantı. Keçək indi isə mətnlə bağlı olan tapşırıqlarımıza. Mətni oxuyubsuz, bilirsiniz, indi mətn oxunmasına ehtiyac yoxdur. Birbaşa keçək suallarımıza. Əkinçinin xoşbəxt olduğunu kim təsdiq edir? Əkinçinin xoşbəxt olduğunu bir
oğlandır, bir də əkinçinin özüdür. Dostum, burada var. Dostum, görürəm sən çox xoşbəxtsən, dedi əkinçi inamla. Bəli, deyə cavab verdi. Özü cavab verir də, xoşbəxtəm. Bir də ki, oğlan deyir ki, sən xoşbəxtsən də. Deməli, burada biz dərvişi çıxacaq. Harun Rəşidin oğlu yox. Bu qalacaq, Harun Rəşidi çıxacaq. Doğru cavabımız onda olacaq əkinçinin özü və Harun Rəşidin oğlu. 2-3 D variantı. Hansı fikirlər tünd qara şriftlə verilmiş ifadənin şərhinə uyğundur? Baxaq, sınaqdan çıxardı. Təcrübədən keçirmək, yoxlamaq frazoloji birləşmədir. Deməli, məcazi mənadadır. Biri götürəcək, həqiqi mənadır, yanlışdır. İkiləri çıxdıq. Sınağa çəkdi. Sınağa çəkdi. Sınaqdan çıxardı, sınağa çəkdi. Bunlar sinonimdirlər. Əks mənalı deyirlər. Burada əks mənalı verir. 3-ü də çıxaq. 3-ü də çıxandan sonra doğru cavab qalır. 1-4. 4-də də yoxladı mənasındadır. Bəli. İmtahandan keçmədi ifadəsi ilə eyni mənadadır. Səhvdir. Doğru cavab B variantı. 13. Mətnə görə nəyi ehtimal etmək olar? Şahzadənin. Baxaq. Səyahətə çıxmasını. Səyahətə çıxır da bu. Ehtimal deyil ki. Bax, səyahətə çıxır. Onda birləri çıxaq. Xoşbəxtlik axtarışını dayandırdığına. Bu qalsın. Həmişə eyni libasda olmadığını, köynəklərin dəyişir də, həkimin, tacirin, şahın, padişahın köynəklərini geyinir. Deməli, mətn oxuyubsuzsa, yəqin ki, oxuyubsuz elə. Burada görünür də ki, deməli, həmişə eyni libasda olmadığı ehtimal deyil. Bu faktdır. Birdən 3-ü çıxaq. 3-də çıxdıq. Doğru cavab ya B-dir, ya C. Baxaq, 2-ni götürəcəyik. Sonra 4-ə baxaq. Xoşbəxt birini tapa bilmədiyini. Əslində tapır da xoşbəxt birini. Uşaq xoşbəxt idi də. Deyirsən, xoşbəxt görürsən, o da deyir, bəli, xoşbəxt görünürəm də. Deməli, tapır. Bu da faktı. 4-də silsək, doğru cavabında dərvişin vasitəsilə dərs aldığını, bu ehtimaldır. İndi bilmirik də sonda bu dərs aldı, nəticə çıxardı, elə öz fikrində qaldı. Ona görə də 5-də götürəcək. Doğru cavab 2 və 5. B variantı. Sonra, nəyin səbəbi mətndə müəyyən edilmir? 14-cü sual. Şahzadənin tarladakı əkinçi ilə söhbət etməyinin o səbəbi bəlli idi də, o xoşbəxt adam axtarırdı. Bu var. Şahzadənin özünü bədbəxt hiss etməyinin, bu qalsın, dərvişə müraciət etməyinin, bunu da özünü xoşbəxt hiss etmədiyi üçün dərvişə müraciət edir. Burada var, şahzadələrin köynəyini geyməyini özünü xoşbəxt hiss edəcək deyə bu düşüncə ilə geyinir şahzadələrin köynəyini, bu da var. Səyahətə çıxmağın, o da ki, xoşbəxtlik axtarır da, yolunu axtarır. Bu da var. Onda doğru cavab şahzadənin özünü bədbəxt hiss etməyini. Bunun burada heç bir səbəbi verilməyib. Baxaq bir də. Yoxdur burada səbəbi. Doğru cavab B variantı. Baxaq 15-ci suala. Mətndə nə mümkün olmur? Şahzadənin aktyorun köynəyini geyinməsi. Baxaq görək şahzadə aktyorun köynəyini geyinib ya yox. İmperator Şahzadə knyazların köynəyini geyinib, sınaqdan ancaq dəyişmədi. Aktyorların, əsgərlərin, tarihlərin köynəklərini də sınaqdan çıxardı, var. Deməli, bu var, buna çıxaq. Özünü xoşbəxt hesab edən adam tapmaq, bu da var. Dərvişin hökmdar oğluna məsləhət verməsi, bu da var da, mümkün olur. Məsləhət verir də. Bir nəfərin müxtəlif paytaxtlarda olması, o da gəzir də, dünyanın bütün paytaxtlarına gedərək, bax, burada var. Deməli, burada var, gedir. Deməli, bu da var, bunu da çıxaq. Şahzadənin köynək geyməklə xoşbəxt olması. Mümkün olmur da, bu köynək də geynəmir. Axırda da deyir ki, oğlan mənim heç köynəyim yoxdur. Deməli, doğru cavabında E variantı olacaq. 16-ya baxaq.
Eylər Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Deməli, bu tərəf şəhzadə aiddir, bu tərəf dərviş, bir də ortada kəsişmədə verilib hər ikisinə aid olmalıdır. Məsləhət verir. Şəhzadə vermir onu, dərviş verir. Məsləhət, deməli, bizə də yanlış fikir lazımdır, ona biri götürəcəyik. Özünü bədbəxt adam hesab edir, bəli, bunu götürməyəcək. Biri götürür, ikiləri çıxırıq. Ya, doğruca 1-4-dür, ya da 1-3-dür. Baxaq üçə. Əkinci ilə həmsöhbət olur, bu dərviş deyil. Əkinci ilə həmsöhbət olan oğlandır, ona görə 3-ü də götürürük, bu da yanlışdır. 4-ə baxaq, xoşbəxtliyin yolunu göstərir və dərviş xoşbəxtliyin yolunu göstərir. 4-ü də çıxanda yerdə qalır, 1-3C variantı. Növbəti sual. Əvvəlində bu işarəsi qoyulmuş, müəyyən işarə qoyulub, burada abzaslar üçün ortaq cəhətləri müəyyən edir. Üzr istəyirəm. Əsas hissəyə aiddir, baxaq. Deməli, budur bizim işarəmiz, bu da işarəmiz, nəticə hissəmiz sondur. Bəli, bu əsas hissəyə aiddir. Onda biri götürəcəyik, bir olmayanları çıxaq. Ya 1-2-dir, ya 1-4-dür. Baxaq 2-yə. Oğlanın səyahəti zamanı baş verən hadisələr haqqında məlumat verir. 1-də var, 2-də baxaq. Oğlan saadət axtarışına yenə uzun zaman səyahət etdi, çox illər dolaşdı, çox adamlarla söhbət etdi. Nəhayət xoşbəxt adam tapmaqdan ümidini kəsərək atasının sarayına qayıtmağı qət etmişdi. Qəflətən tarlada şam mahnı oxuya, yer şumluyur. Var burada, gərinə baxaq. Deməli, oğlan müxtəlif adamların köynəklərini geyinir. Burada yoxdur bu. Çünki birinci də var. Birinci o işarədə var. İşarə qoymuş hissədə var. Burada var. Digər hissədə yoxdur. Müxtəlif adamların köynəyini geyinir. Burada yoxdur. Deməli, onda biz 3-ü də çıxaq. 3-ü də çıxaq. Hətta 1-2-yə 1-4-dür. 4-ə baxaq. Dərviş məsləhət verir. Dərviş heç burada məsləhət vermir. Əvvəldə verir. 4-ü də çıxanda o da cavab, doğru cavab 1-2. D variantı. 18. Altından xət çəkilmiş hissə ilə bağlı doğru fikir hansıdır? Baxaq altından xət çəkilmiş hissəyə. Həyat öz yolu ilə davam edirdi. İnsanlar müxtəlif problemlər içində yaşayırdılar. Bu insanlardan fərqli olaraq bütün şahzadələr yaşadıkları mühitdə özlərini həyatdan razı, məmnun hiss edirdilər. Görək, məzmunla tam səsləşir? Yox, məzmunla tam səsləşmir. Dərvişin dilindən verilir. Xeyr, bu da yoxdur. İdeyanın açılması mühüm rol oynayır. Qəti, sonda mühüm rol oynayır. O, oğlanın dediyi, yəni o ki deyir, mənimki köynəyim yoxdur. İdeya əsasən o cümlədən sonra açılır. Giriş hissəyə aiddir. Budur, giriş hissəyə aid deyil. Bu əsas hissədədir. Mətnin tərkib hissələri arasında əlaqəni pozur. Bəli, doğru cavab E variantı 18-ə. 19-da əsərin ideyasına uyğun fikri seçin və seçiminizi əsaslandırıb yazın. Bu biri olacaq. Xoşbəxtlik var dövlətdə deyil, insanın həyata münasibətindədir. Bəli, müxtəlif fikirlər yaza bilərsiniz. Çünki müsbət düşünən və gördüyündən razı olan insan maddi imkanından asılı olmayaraq özünü xoşbəxt hiss edir. Yəni, xoşbəxt olmaq üçün maddi imkanın olması əsas şərt deyil. Yəni, sən həyatı necə qəbul edirsən, necə yaşayırsan, gördüklərə necə reaksiya verirsən, əsasən xoşbəxtliyin açarı ondadır. Bu kimi cümlələr yaza bilərsiniz. Digər sual 20-də deməli. 20-ci sual. Mətnin sonundakı nöqtələrin yerinə uyğun cümlə yazın. Yazıb köynəyimi, mənim ki heç köynəyim yoxdur. Gəlsən köynəyim mənəvi sat, köynəyimi, mənim ki heç köynəyim yoxdur. Belə cümlə yaza bilərsiniz. Xoşbəxt olmaq üçün köynək vacib deyil, köynəksizsə xoşbəxt olmaq olar. Bu kimi cümlələr yaza bilərsiniz, əlavə cümlələr də yaza bilərsiniz. Əsas odur ki, nöqtələr yerinə uyğun olsun. Keçək digər mətnimizə. Mətnimizi də oxuyubsuz. Oxumağa lüzum yoxdur. Birbaşa başlayaq izaha.
21-ci test. Üzərində rəqəm yazılmış hansı sözlərin qarşılığı düzgün verilməmişdir? Üzərində rəqəm yazılmış söz. Birinci söz budur. Fövqəl. Bu olacaq qeyri-adi. Bunu götürək. İkinci söz şəxsiyyət. Şəxsiyyət. Alim, mühüm, dərin araşdırmalar. Xeyr, şəxsiyyət simadır, insandır, bu deyil. Üçə baxaq. Newton üçün ağır. Burada da bunun mənası yoxdur. Bunu da götürürük. Əhəmiyyətli, mühüm var. Bunu da götürürük. Sonra tədqiqatlarını, bu da araşdırmadır. Bunu da götürürük. Bizə də deyir ki, üzərində rəqəm yazıb hansı sözlərin qarşılığı düzgün verilməmişdir. Qeyri-adi var, araşdırma var, mühüm var. 1, 5, 4 çıxaq bunları. Bu da 5, 4 olmalı, səhv eləmirəmsə. 2 üçün deməli mənası düzgün verilməyib, qarşılığı düzgün verilməyib, ona görə cavab B olacaq. Əsasiyaya aid plan bədləri hansı ardıcılığa uyğun olmalıdır? Newtonun prezidentlik dövrü, birgə səmərəli əməkdaşlıq, təsadüfi hadisənin yaratdığı problem. Deməli, burada birinci gələcək, bu 1690-95-ci illər Newton üçün ağır sınaqlar dövrü oldu. Baş verən təsadüfi yanğın nəticəsində əhəmiyyətli əlyazmaların məhv olması alimdə uzun müddət psixoloji pozğunluğa səbəb oldu. Birinci bu olacaq. 1690-dır, bir də 95-dir. İkinci, birgə səmərəli əməkdaşlıq, bu da 97-99-dur. Deməli, sonradır. Bir də Newtonun prezidentlik dövrü, bu da gəlir 1703-ə. Bu da sonradır. Deməli, birinci olacaq onda 3, 2, bir də 1. 3, 2, 1. Doğru cavab A variantı. Çərçivə daxilindəki söz hansı məcazi mənalı ifadə ilə əvəz edilsə, kontekstə görə daha uyğun olar? Çərçivə daxilində verilən söz gələn sözdür. Deməli, bu vaxt universitetə gələn kraliça Anna ona Ser Isak titulu verdi. Universitetə gələn. Daxil olan bizə məcazi mənalı deyir də, bu tərkibi feildir, məcazi mənalı deyir, bunu çıxaq. Ona görə də A-nı çıxdıq. Yol ölçən məna vermir, rast gələn məna vermir, ayaq açan, tez-tez gələn bu mənada olmaz. Baş çəkən olacaq, C variantı. Deməli, bu vaxt universitetə baş çəkən kraliça Anna ona Ser Isak titulu verdi. Doğru cavab olacaq C variantı. Növbəti sualın izahını verək. Biri, Newtonun fəaliyyət göstərdiyi sahələrə aid deyil. Biri, Newtonun fəaliyyət göstərdiyi sahələrə aid deyil. Araşdırmalar aparmaq var. Təhsil müəssisəsində çalışmaq, bu da var idi. Universitetə gələn, universitetə zətdə çalışıb da bu. Bu da var. Kilsədən kənar işlərlə məşğul olmaq, bu dərnək var idi orada. Belə dərnəkdən biri və ən məşhur Kral Cəmiyyəti idi. Newton 1672-ci ildə cəmiyyətin üzvü olur, sonra isə prezident. Bu da var. Parlamentdə iştirak etmək, dərnək yaratmaq. İndi buna müxtəlif cür cavab verə bilərsiniz, amma üzr istəyirəm. Deməli, biz görürük ki, parlamentdə parlamentə seçilir, amma ancaq bir dəfə əlini qaldıraraq sədrdən pəncərələrin bağlanmasını xahiş etmişdi. Bu var. Bir dəfə də əlini qaldırsa, əlini qaldırmasa da parlamentə üz seçilir, iştirak edir də. Sadəcə iştirak etdiyi müddətdə danışmıyor. Biz yəni bunu aid deyil, yox aiddir götürəcək. Dərnək yaratmaq. Bu dərnək yaratmıyor. Deməli, bu dərnəyə üzv olub. Burada kilsədən asılı olmayaraq dərnəklər yaradıldılar. Belə dərnəklərdən biri və ən məşhuru Kral Cəmiyyəti idi. Newton 1672-ci ildə cəmiyyətin üzvü, 1703-cü ildə isə prezident olmuşdur. Newtonun dərnək yaratmasından burada danışılmırdı. Ona görə də bizim doğru cavabımız olacaq Y variantı.
Deməli, biri Newtonun fəaliyyət göstərdiyi sahələrə aid deyil, E variantı olacaq. Mətn əsasında yanğın baş verir. Mətn əsasında müəyyən edəcək. Yanğın baş verir, ona görə əlyazmalar məhv olur və sonra da Newton psixi pozğunluğa məruz qalır. Deməli, 2-1 D variantı bu rahatdır. Mətndə nədən söhbət getmir? Newtonun ailə vəziyyətindən, bu qalsın ailə vəziyyətindən söhbət getmir orada. Newtonun təltif olunmasından burada var idi. Ser İsaq titulu verilmişdi ona. Sonra müvəqqəti fəaliyyətsizliyindən o psixoloji pozğunluq yarananda müəyyən qədər fəaliyyət göstərmir. Bu da var. Deməli, pul istehsalından var idi burada. Gümüş pulların istehsalını əvvəlcə 4, sonra 8 dəfə artırılmağa nail olmuşdur. Bu da var idi. Təhsil müəssisəsindən, bu da universitetdə çalışırdı. Müəyyən bir dövrdə, deməli, universitetə gələn, universitet olub ki, deməli, kraliçədə ora gəlib. Bu da var idi. Deməli, Newtonun ailə vəziyyətindən burada mətndə söhbət getmir. Ona görə də doğru cavab A variantı. Sonra növbəti sualımızın izahını verək. Newtonun hansı sahələrdəki fəaliyyətinin nəticələri bir-birlə ziddiyyət təşkil edir? Mətndə verib, elmdə dahi olan bu şəxsiyyət siyasətdə özünü göstərə bilmir. Elm və deməli, siyasət. Elm və siyasət görək var belə bir şey. Elm və təhsil ziddiyyət təşkil eləmir. Maliyyə və təhsil ikisini də bilirdi. Parlament və siyasət, bu uzaq idi ikisindən də. Elm və maliyyə ikisinə də yaxın idi. Parlament də özünü göstərə bilmədi. Bir də ki, elmdə isə həmişə özünü göstərərdi. A variantı. Burada yazıb siyasət, elm, elə ki, parlamentdə olanlar da siyasətlə, müəyyən siyasətlə məşğuldur. Biz doğru cavab A variantı götürəcəyik. 28-ə baxaq. Mətnə əsasən yol verilmiş səhvləri düzəltmək üçün müqayisə cədvəlindəki hansı fikirlərin yeri dəyişdirilməlidir? Deməli, Newton ölkədə pul istehsalını dəfələrlə artırıb. Var idi bu. O gümüş pulları 4-8 dəfə artırması istehsalını. Dahi alim səviyyəsində yüksələ bilib. Bu da var idi. Deməli, elə biz buradan 1, 2 çıxsaq, doğru cavab qalır 3, 4-də. İndi baxaq, müəyyən sahəyə rəhbərlik etmək, bu Newtona aiddir, Montesquieu'ya isə yox. Montesquieu müəyyən deməli, sahə sahibi idi, amma rəhbərlik etmirdi. Montesquieu və 55 yaşda burada yüksək mənsəb sahibi, vəzifə sahibi idi, amma deməli, müəyyən sahəyə rəhbərlik etmirdi. Biz isə görürük ki, Newton deməli, dərnəyə prezident seçilir. Biz onda 3'ü əlavə eləməliyik bura. Bura əlavə eləsək, oxşar xüsusiyyət olacaq. Maliyyə bilicisi olub, bu Montesquieu'dur. Burada maliyyə bilicisi yazıb. Deməli, Montesquieu istedadlı dövlət xadimi və ölkənin maliyyəsinin ən gözəl bilicisi. Ölkənin maliyyəsinin, dövlət xadimi idisə artıq bunda rəhbərlik olacaq. Dövlət xadimi isə rəhbərlik olacaq. Deməli, onda biz 3'ü buraya yazırıqsa, 4'ü buraya yazırıq. 3'dən 4'ün yeri D variantı. Çünki 3'ü biz kəsməyə yazırsa, bu ortaq xüsusiyyətdir. Orada da dövlət nümayəndəsi yazır da, dövlət xadimi da, dövlət xadimi isə müəyyən rəhbərlik elədiyi bir sahə olub. Sonra metaldan pul hazırlanmasından bəhs olunan abzasın ilk sözünü və həmin abzasın aid olduğu tərkib hissənin adını yazın. Baxaq görək metaldan pul hazırlamasına hardan söhbət gedir. Newton isə metal əritmənin və pul kəsmənin burada görürük biz metal əritmə. Bunu da bu abzasa daxildir. Hələ biz yazacaq onda bura. Hələ ilk sözü hələdir.
Hələ mətnin də tərkib hissəsi giriş, əsas və nəticə hissəsi var. Biz də buraya yazırıq ki, əsas hissədir. Əsas hissəni yazacağıq. Əsas hissə. Sonra dahi alimlər yalnız elmlə məşğul olmaq fikrini mətn əlaqələndirən fakt yazın. Biz burada görürük də Newton təkcə elmlə məşğul olmamışdı. Deməli, burada biz onun metal əritmənin və pul kəsmənin bütün detallarını bilən alim idi. Deməli, maliyyə işlərini də yaxşı bilirdi. Bax, biz bunu yaza bilərik ki, mətndə də görünür ki, Newton təkcə elmi fəaliyyətlə məşğul olmuyor, həm də müəyyən digər sahələrlə də məşğul olmuyor. Məsələn, maliyyə işlərini çox gözəl bilmişdi. Deməli, gümüş pullarının istehsalının artırmasında böyük xidmətləri olmuşdu. Bax, bu hissəyə də onu yaza bilərik. O cümlələri buraya yaza bilərik. Bunu da yaza bilərsiniz. Bu qədər. Sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.